Dekabrın sonuna doğru güclü pul axını və gözlənilməz maliyyə şansı xüsusilə bu bürslərdə özünü göstərəcək. Birinci, buğa, gecikmiş ödənişlər, bonus ya da işdən əlavə gəlir ola bilər. Maddi rahatlıq artacaq. İkinci, şir, yeni əməkdaşlıq və ya ani bir fürsət şirin qazancını yüksəldəcək. Xüsusilə ayın son 5 günü şanslıdır. Əqrəb, əqrəblər üçün borc məsələləri həll olur, əlavə gəlir qapıları açılır, keçmiş əziyyətlərin bəhrəsi gəlir. Dördüncü, Oğlaq, karyera ilə bağlı mükafat, maaş artımı və ya gözlənilməz gəlir var. Ayın son günləri daha güclü təsirlidir. Beşinci, Balıq, maliyyədə yumşalma və şanslı alış-veriş fürsətləri, gözlənilmədən para girişi mümkündür.